150 qədim Quran kitabı sərgilənir. Burada həm də Quranın təfsirləri, müxtəlif şairlərin dini şeirləri nümayiş olunur. Müqəddəs kitabların ayrı-ayrı rayonlardan gətirildiyi deyilir. Əksəriyyətinin yaşı çox olduğundan bərpaya ehtiyacı olub. Oğuz rayonundan gələn 300 yaşlı olan Quran kitabı var. Astara rayonundan 380 yaşı olan Quran kitabı var. Sonra burada Saatlı rayonundan olan Quran kitabı var. Əlyazmadır bunlar. Sonra burada qızıl xəttinə yazılmış Quran kitabı var, əlyazmadır. Bəli, qızıl suyuna yazılmış. Bunun dövrüzə qədər yaşı var, qızıl xəttinə yazılıbdır, Ayət-i Kürsi hissəsidir. Və burada Oğuz rayonundan gəlib Quran və təfsiridir, 700 qədər yaşı var. Sərgidə olan ən qədim Quran Qaxdan gətirilib. Məhz bu Qurandır ki, 950 yaşı var. Çaplıdır, bu da əlyazmadır. Əfqan dilində Quran-ı Kərimdir. Neçə dildə ümumiyyətlə var? Çox müxtəlif dillərdədir. Çox gözəl bir Quran kitabıdır bu. Cəllabad rayonundan veriblər. Quran və meyvələrin bəhsindən hamısı bunlar əl işidir. Qədim Quran-ı Kərim kitablarının gələn il Qarabağın mədəniyyət beşiyi sayılan Şuşada nümayiş olunması planlaşdırılır. Səbinə Qurban, Cavad Cəfərov, ARB xəbər.